Xəzərin yaranmasında Sumqayıt-Xırdalan yolu böyük paya malikdir. Hər gün buradan şəhərin mərkəzinə doğru gedən yüzlərlə, minlərlə həm sürücü, həm sərnişin saatlarını yolda keçirməli olur tıxac səbəbindən. Yeni layihələrə əsasən Xırdalan dairəsi təkmilləşdiriləcək, yeni yol ötürücüsü və yol qovşaqları salınacaq bu istiqamətdə. Bundan başqa Şamaxı yolundan da Xırdalan şəhərinə çıxış olacaq. Layihəyə əsasən Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə dataların götürülməsi ilə təhlillər aparılıb. Böyük bir simulyasiya hazırlanıb. Salınacaq digər yol isə Bilgəh Novxanı Xırdalan Şamaxı avtomobil yolu, Sabunçu Sulutəpə yolu və 1-ci dairəvi yolu Ziya Bünyadov prospekti ilə birləşdirən yoldur. Həmin yol da dairəvi yol olacaq. Dayandığımız ərazi